Ad gününə gedirəm. Gəlin birlikdə hazırlaşaq. Üzümü artıq nəmləndirmişəm. İndi isə L'Oreal'ın Infallible tonal kremindən istifadə edəcəm. Teksturası və eyni zamanda örtücülüyü çox möhtəşəmdir. Amma təəssüflər olsun ki, mənim dəri tonumdan biraz tünd olduğuna görə mən bunu biraz qarışdıracağam. Üzüm oldu qaymaq kimi. İkinci məhsulumuz isə Infallible seriyasının Boz Gel Lineridir. Gözlərimin uc hissəsinə çəkdim və birazca da içinə çəkdim. İstifadəsini səbirsizliklə gözlədiyim məhsullardan biri stik halında olan göz kölgəsidir. Çox qəşəng. Mən bunu əlimdən yayacağım. Sadəcə möhtəşəm. Panorama tuş haqqında çox eşitmişəm. Çox bəyənilən və çox gözəl bir məhsuldur. Hal-hazırda təəssüflər olsun ki, gözümdə qaynaq olduğuna görə mən bunun istifadə edə bilməyəcəm. Amma qızlar, nəzərinizdə olsun, mütləq alıb sınayın. 2 dodaq məhsulumuz var. Çox qəşəng kombo eləyəcəyik. 630 nömrə dodaq qələmi və 630 nömrə dodaq boyası. Makyajın son toxunuşunu 630 nömrə stick highlighterla eləyirəm və makyajım bitir. Mənim highlighterda ən önəm verdiyim məqam ondan ibarətdir ki, parça-parça zər halında durmasın. Və bu da qətiyyən elə durmur və bunu da çox bəyəndim.